Sizi Floridadan salamlayıram. Bugün istəyirəm sizə Amerikalılar haqqında olan stereotiplərdən danışım. Çünki bunlar çoxdur. Məsələn, hansı stereotiplərdir? Mən heç Amerikaya gəlməmişdən belə eşitmişdim ki, Amerikalılar saxtadırlar, süni şəkildə gülürlər. Onlar hamı özü ilə silah gəzdirir. Deyir ki, dünyanı yaxşı tanımırlar, Amerikadan başqa heç yeri tanımırlar. Dünya görüşləri zəifdir. Ancaq fast food yeyirlər, qonaqpərvər deyirlər, ailəcanlı deyirlər və s. Bu kimi şeyləri biz çox eşitmişik. Amma bugün mən istəyirəm sizə danışım ki, bəs əslində Amerikalılar necədirlər? Çünki mən artıq bir ildən çoxdur ki, Amerikada yaşayıram, amma əvvəlki səfərlərində də 8 ştatda olmuş bir insan kimi deyə bilərəm ki, ümumiyyətlə vahid Amerika anlayışı yoxdur. Bu United States of America ifadəsi dil bizə Amerika Birləşmiş Ştatları olaraq tərcümə olunur. Amma əslində bu ştat dediyimiz hər biri ayrı bir dövlətdir və konservativ ştatlar digər ştatlardan kəskin şəkildə fərqlənirlər. Məsələn, Texas və Massachusetts, Kaliforniya tamamilə fərqli bir dünyalarda yaşayır. Gəlin başlayaq əsas məsələlərdən. Deməli, əvvəl sizə demək istəyirəm ki, əgər bu mövzu sizə maraqlıdırsa, videonu like etməyi və dostlarınızla paylaşmağı xahiş edirəm. Başladıq. Deməli, Amerikalılar bu smoke talk deyilən hadisəni çox sevirlər. Yəni, tanımadıqları adamla, bugün ilk dəfə rast gəldikləri adamla elə hal-əhval tuturlar ki, elə bir 1000 ildir tanışdılar. Liftdə hamı sizin keyfinizi soruşur. Mən şəxsən bu səthi nəzakəti, səmimi qaşqabaqdan üstün tuturam. Bakıda nə xoşuma gəlmirdi. Mən liftə minirdim, hamıya salam verirdim. Kimsə ağzucu salam alırdı məndən, kimsə isə ümumiyyətlə divara baxırdı və heç cavab vermirdi. Elə bil ki, mən orada yoxam. Bu fərqlidir bizdən. Amerikalıların bizdən digər fərqləri isə qonaqpərvərliklə bağlıdır. Mən ilk dəfə Amerikada bir ailəyə qonaq dəvət olunanda biz 12 nəfər idik, yəni qonaqlar və ev sahibi isə 70 yaşından çox yaşı olan qadın və kişi idi. Hətta və mən narahat oldum ki, bu yaşlı insanlar necə bu qədər 12 nəfər insanı qarşılayacaqlar. Gedib nə görsək yaxşıdır. Gördük ki, nəinki stol açılmayıb. Kənarda bir masanın üzərinə hazır pizzalar və hazır salatlar qoyulub və ev bizim öyrəşdiyimiz kimi dərindən təmizlənməyib. Yəni, bu insanlar necə yaşayırlarsa elə də bizi qonaq çağırıblar və həmçinin sadə bir söhbət edirik. Və günün sonunda, yəni axşam idi artıq, evin xanımı üzr istədi və yatmağa getdi. Bəs bizdə qonaqlıqlar necə olur? Bizdə qonaqlıq üçün qadın minimum bir gün əvvəldən hazırlığa başlayır və sonra isə həmin gün evin xanımı demək olar ki, masada oturmur, çünki mətbəxdə olur və səhərə kimi qab yuyur. Qonaq isə 5 ulduz bir xidmət görür, çox məmnun qalır, amma nə baş verir? Sonda qonaq özünü biraz xəcalətli hiss edir ki, gərək mən də bu ailəni qonaq çağırım. Amerikada isə heç kim özünü bir-birinə borclu hesab eləmir və təzyiq yoxdur. Amerikalıların bizlərdən əsas fərqlərindən biri də odur ki, burada səhv etmək mədəniyyəti var. Yəni, uşaqlıqdan insanlara öyrədilir ki, sən səhv edə bilərsən, səhv etmək prosesin və inkişafın bir parçasıdır və səhv etdinsə sən təzədən başlaya bilərsən. Və mənə elə gəlir ki, Amerikada bir çox insanın uğurlu olmasının səbəbi də məhz bu səhvlərə olan tolerantlıqdır. Məhz Amerika cəmiyyəti səhvlərə tolerant olduğu üçün də ona görədir ki, Silikon vadisi buradadır, ona görədir ki, dünyanın ən cəsarətli, ən kreativ və ən ağıllı insanları bura gəlir ki, özlərini reallaşdıra bilsinlər. Bəs biz Azərbaycanlılar nə edirik? Biz uşaqlıqdan elə böyüdürük ki, amandır, səhv eləmə, biz suyu üfürə-üfürə içirik və mən hətta Azərbaycanda o qədər potensialı insan tanıyıram ki, səhv eləmək qorxusundan ümumiyyətlə heç nə eləmir və demək olar ki, potensialını itirir. Odur ki, Amerika ona görə də məhz səhvləri qəbul etdiyi üçün də innovasiyalar mərkəzidir. Digər məsələlərdən biri də bizim Amerikalılardan əsas fərqlərimiz belə deyək, individuallıq mövzusudur. Biz daha çox Azərbaycanlılar, daha çox kollektivçiyik və Amerikalılar isə daha çox individualistdirlər. Yəni, burada hər kəs yalnız özünə görə məsuliyyət daşıyır, başqa heç kimə görə yox və hər kəs bilir ki, o özü uğur qazana bilər. Bundan yalnız özü məsuldur. Məsələn, Azərbaycanlılar biz millət olaraq bir Azərbaycanlı xaricdə bir uğur qazananda onunla fəxr edirik və sevinirik. Bu yaxşıdır. Amma bunun digər tərəfi də var. Bir Azərbaycanlı xaricdə hər hansı bir pis iş görəndə, deyək ki, cinayət işlədəndə, hərçənd mənə görə cinayətkarın milliyyəti yoxdur, biz
bütün millət olaraq xəcalət çəkirik, utanırıq və hətta istəyirik ki, gedək hamımız üzr istəyək bu qurbandan. Bu da başqa bir mövzudur. Ona görə ki, biz individualist yox, daha çox kollektivçi bir mədəniyyətdən gəlmişik. Sonra hansı fərqlər var? Bir də Amerikalılar haqqında belə bir çox geniş yayılmış stereotiplər var ki, Amerikalılar Amerikadan başqa heç yeri tanımırlar və dünya görüşləri dardır. Mən bu barədə nə demək istəyirəm? Və ümumiyyətlə Amerika coğrafiya olaraq çox uzaqdır. İstər Avropadan, istər Asiyadan çox uzaqdır. Və Amerikalıların özlərinin arasında belə bir zarafat var ki, siz bir Amerikalıya desəz ki, Qazaxıstanı göstər, yəni Qazaxıstanı, o Kanzası göstərə bilər xəritədə. Çünki uzaqdır. Amma bu o demək deyil ki, onların dünya görüşləri azdır. Onlar da Puerto Rico'nu rahatlıqla xəritədə göstərə bilirlər. Deyək ki, Vancouveri göstərə bilirlər. Mən inanmıram ki, biz Azərbaycanlılar bu iki adını çəkdiyim məkanı dərhal xəritədə tapa bilək. Azərbaycanda çox adam fikirləşir ki, bilik hər tərəfli olmalıdır. Bizim təhsil sistemimiz bizi belə öyrədir. Amerikada isə insanlar bir sahəni, spesifik bir mövzunu öyrənməyə, amma dərindən öyrənməyə fokuslanırlar və çox geniş spektrli öyrənmirlər. Yəni Nizaminin dediyi kimi kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan sözünü sanki Amerikalılar üçün yazmışdı şair bu ifadələri. Və burada insanlar bir sahəyə fokuslanırlar. Ona görə də məsələn mən sizə bir nümunə çəkim. Məsələn deyək ki, Allah eləməmiş əməliyyat olunmalısınız. Sizə nə daha vacibdir? Bu cərrah xəritədə bütün ölkələrin, məsələn Qazaxıstanın yerini yaxşı göstərə bilsin, yoxsa öz sahəsinin peşəkarı olsun. Mən ikincini seçərdim şəxsən. Bu da belə. Əgər siz videoya bura kimi baxdınızsa, ola bilər ki, bu mövzu sizə maraqlıdır və maraqlıdırsa, xahiş edirəm, lütfən like düyməsini basasınız. Çox sağ olun. Amerikalılar mənə görə çox səbirli insanlardır. Mən bunu nəydə görürəm? Növbə mədəniyyətində. Biz həmişə eşidirik ki, növbə mədəniyyəti, bizdə növbə mədəniyyəti yoxdur, digər ölkələrdə var. Amma mən bunun səbəbini başa düşməyə çalışdım və anladım da. Birincisi, ona görə bizdə növbə mədəniyyəti zəifdir ki, biz Azərbaycanlılar səbirsizik. İstəyirik tez bir işi bitirək və evə gedək. İkincisi, ona görə ki, biz əmin deyilik ki, biz nümunə üçün deyirəm, bir neçə saat həkimin qəbulunda gözlədikdən sonra həkimin xalası qızı gəlib növbəsiz keçməyəcək. Ona görə də növbədə bizim insanlar aqressivləşirlər. Çünki fikirləşirlər ki, kimsə gəlib onların yerinə keçə bilər və daha sürətlə gedə bilər. Ona görə də bu hallar yaranır. Burada isə həmin o qorxu yoxdur. İnsanlar narahat olmurlar. Kimsə onların yerinə keçəcək. Normal növbədə dururlar. İnsanların arasında bir məsafə var növbədə duranda. İnsanlar kassada növbədə gözləyirlər. Siz təsəvvür edin ki, sizdən əvvəlki insanın pulu çatmır bütün ödənişi eləməyə və o qərar verməyə çalışır ki, hansı məhsulları qaytarsın və ya hansısa bir kartında problem var və ya sadəcə kassirlə hal-əhval tutmaq istəyir. Və növbədəki digər insanlar nəinki deyilmirlər. Heç üz ifadələri də dəyişmir. Və ya deyək ki, yanacaq doldurma məntəqəsinə gəlmişsiniz. Sizdən əvvəlki avtomobil həm yanacağını doldurur, həm də eyni zamanda maşını səliqəyə salır, yığış edir. Və yanacağı doldurub bitirib, amma yığış hələ bitmir. Bütün maşınlar səbirdən gözləyirlər və bir Allah bəndəsi də siqnal verilmir. Və mənə elə gəlir ki, hərdən bu insanlar antidepressant içiblər. Ən azından Floridada belədir. Amerikalıların bizdən əsas fərqlərindən biri də geyim məsələsidir. Burada insanlar geyim geyinəndə, geyimi seçəndə öz əhval-ruhiyyələrinə uyğun baxırlar. Yəni bura insanın bədən quruluşu, çəkisi, yaşı və s. heç nə təsir göstərmir. İnsan nə istəyir, onu da giyinir. Və hətta sizə səmimi deyim ki, əvvəlki səfərlərimdə bu mənə biraz qəribə gəlirdi və ürəyimdə deyirdim ki, niyə də niyə? Nə vacibdir sən bunu giyinmirsən? Amma indi biraz alışdım mən buna. Nəinki alışdım və hətta fikirləşirəm ki, bu fərqlilik yaxşıdır. Çünki insan həqiqətən də öz xarici görünüşünə görə, öz çəkisinə, yaşına və s. görə heç kimə hesabat verməli deyil və ya nəyisə gizlətmək istəmirsə gizlətməli deyil. İnsanın seçim haqqı olmalıdır. Bu da maraqlıdır. Amerikalıların ailəcanlı olmamaları ilə bağlı bir stereotip var. Ümumiyyətlə çox maraqlı bir məsələni deyim. Azərbaycanlılar niyəsə fikirləşirlər ki, ailə dəyərləri yalnız Azərbaycandadır. Dünyanın digər yerlərində insanların normal ailələri yoxdur. Amma bununla mən əməlli başlı mübahisə edə bilərəm. Amerikalılar çox ailəcanlıdırlar. Və hətta onu deyim ki, ailələri ilə daha çox vaxt keçirirlər, bəlkə nəinki bəzi Azərbaycanlılar. İnsanların birgə tətilləri planlaşdırılır. Burada qadın və kişi arasında rollar və işlər
çox bərabər şəkildə bölünür. Heç kim qadından fədakarlıq etməsini və daim xidmət göstərməsini gözləmir. Azərbaycanda necədir? Siz onu məndən yaxşı bilirsiniz. Və Amerikalılar 18 yaşından etibarən evdən ayrılırlar ki, gedib öz şəxsi həyatlarını qursunlar. Amma ildə bir neçə dəfə, məsələn, Thanksgiving günündə, yəni Şükran bayramında və ondan başqa ola bilər ki, 4 iyulda Amerikanın müstəqillik günündə bütün ailə bir araya gəlir, böyük süfrələr ətrafında toplanır. Odur ki, mən bu stereotipin tamamilə elə sözün əsl mənasında stereotip olduğunu düşünürəm və bu həqiqətə uyğun deyil. Amerikada kişilər və qadınlar arasında bir bərabərlik var. Əslində, səmimi desəm, maaşlardakı fərq hələ də qalır. Yəni, eyni işi görən qadın və kişilər eyni qədər qazanmırlar. Kişilər daha çox maaş alır. Amma digər bütün sahələrdə qadın və kişilər eynidirlər. Və hətta deyim ki, biz səfərlərimizin birində 5 nəfərlə gəlmişdik Amerikaya. Bizi bir qadın qarşıladı. Bu qadın avtobus sürücüsüydü. Bizi öz avtobusuna apardı və bütün çamadanları şəxsən özü yüklədi avtobusa. Və Azərbaycanlı kişilər, həmin heyətdən Azərbaycanlı kişilər heç cəsarət eləmədilər ki, ona kömək təklif eləsin. Çünki qadın özünü təhqir olunmuş hesab edərdi. Burada qadınlar ağır yükü daşıyırlar, bütün problemlərini özləri həll edirlər və heç kim gözləmir ki, qadın olduğuna görə ona bir üstünlük tanınsın. Amma məncə bu biraz həddən çoxdur. Mənə görə bu ağırdır. Mən hələ də kişilərin qapını açmasını və ağır yüklər daşımasının tərəfdarıyam. Bu fərqlər haqqında çox danışmaq olar, amma əsas nəyi demək istəyirəm? Bu bütün fərqlərə baxmayaraq insan dünyanın hər yerində insandır və Amerika elə fərqli mədəniyyətlərdən yoğrulmuşdur ki, burada siz hər cür mədəniyyətlə, hər cür rəftarla qarşılaşa bilirsiniz. Və əsas məsələ odur ki, bura dünyanın innovasiyaları mərkəzidir və buradakı hər kəs öz doğma vətənindən olduğundan daha yaxşı maddi vəziyyətdə yaşayır, daha yaxşı bir rifah halında yaşayır. Ən azından miqrasiyadan bir neçə il sonra bu belə olur. Bugünlük bu qədər. Hələlik.